öyrənmək istəyirsənsə, artıq nə etməlisən? Bunu qeyd eləməlisən. Tutub dərs izahında ağzına ayırıb baxmamalısan. Müəllim izah eləyir. Tutaq ki, riyaziyyat müəllimini keçdin, fizika müəllimin izah edir. Məcbur qalıb artıq sən bilmirsən deyə bunu izah edir sənə. Sən götürüb bunu qeyd eləməsən, sonra gəlib bax bu məsələləri işləyə bilməyəcəksən. İşləyə bilməyəndə nə olacaq? Qalacaqsan, yenə gəlib müəllimdən bir də soruşacaqsan. Nə vaxta kimi müəllimdən soruşa gedəcəksən? Qəbul imtahanına kimi, qəbulda da müəllim yanında olmayacaq axı. Ona görə sən bunu qeyd eləməlisən, növbəti dərsə artıq öyrənib gəlməlisən və bu məsələləri göz yumulu özün işləməlisən artıq. Yəni sənə müəllim hər zaman kömək etmir. Şagirdlər var ki, mənim öz hazırlığımda da olur. Bunu mən izahını verirəm, bu gün izahını verirəm. Bunu qeyd eləmir heç. Üzünə baxa-baxa qalır. Yaxşı, qeyd eləmirsən. Tutaq ki, öyrəndin, deyirsən ki, mənim yadımda qalacaq da. Sonra gəlib işləyə bilmirsən axı. Bir işləyə bilməyən də artıq başa düşmək lazımdır ki, mən bunu hələ öyrənməmişəm. Öyrənməyim üçün də qeyd eləməliyəm. Qeyd eləyib, sonra gedib mən buna baxmalıyam. Daha gedib 2 gün, 3 gün sonra yox. Həmin günü baxmaq lazımdır ki, o sənin beynində qalsın. Yəni, burada müəllim sənə izah edirsən, 2 gün, 3 gün sonra gedib baxanda o sənin yaddaşında qalmayacaq. Sonradan baxasan üzünə elə, baxa-baxa qalacaqsan. Burada nədir bu? Mən niyə başa düşmürəm deyəcəksən? Niyə? Çünki sən isti-isti gedib onu öyrənməmisən. Evinizə isti-isti çörək gəlir də, onu neyirsən? Bir gün gözlətmirsən ki, isti-isti kəsirsən, yeyirsən də onu da ləzzətli şəkildə. Ona görə öyrənmək üçün, öyrənməyin ləzzətini almaq üçün isti-isti sən bunu yazıb, qeydlərini götürüb, isti-isti də gedib evdə baxmalısan, öyrənməlisən və sonra tətbiq etməlisən məsələlərə. Bu qədər bəsit, yəni fizika bu qədər çətin deyil sizlərin. Fizikanın çətinləşdirən sizsiniz, sizin öyrənmə sorunuzdur.